Zayda Türbəsinin Axundu Hacı İlham Abbasovdan müsahibə alım. Salam Hacı. Buranın tarixi barədə istərdim biraz danışaq. İzləyicilərimiz üçün maraqlıdır. Bağışlayan və mərhəmətli olan Allahın adı ilə aleyküm salam, xoş gəlmisiniz. Düz buyurdunuz. Bura fərqli bir auraya malik olan bir məkandır. İmamzadə ziyarətgahı qədim tarixi abidələr sırasındadır. İmamzadə ziyarətgahı Əhl-i Beyt əleyhimussalamlara, imamlara bağlı bir abidədir. Peyğəmbər əleyhissalamın soyuna bağlı bir abidədir bura. İstərdim ki, içəri ilə də bizi yaxından tanış eləyəsiniz. İçərinin tarixi barədə də danışaq. İmamzadə ziyarətgahı 780-ci ilə təsadüf eləyir bura gəlib düşməyi. Səudiyyə Ərəbistanından yaşamış imam balasıdır. 5-ci imam, İmam Muhammed Baqir əleyhissalamın evladı İbrahimin qəbridir buradakı sərdəki. İbrahim əleyhissalam da deməli imam nəslindən olduğu üçün buna Şəhzadə, Şah nəslinin davamçısı Şəhzadə deyərlər, belə bir ləqəb verirlər. Və el arasında bura həm də Göy İmamzadə, Göy Türbə deyirlər. O da ondan irəli gəlir ki, İmamzadənin kümbəzi və İmamzadənin tikilişində göy rəngli kaşılardan daha çox istifadə edilib. Ona görə də bura Göy İmam deyərlər və həmçinin rəng olaraq göy rəngi sülh rəmzi olduğu üçün məncə düşünürəm ki, bəlkə də biraz da onunla da bağlıdır. Gördüyünüz bu kümbəz ilkin olaraq ilkin kümbəzidir. Bu qədimi də saxlanılmasında səbəb odur ki, bu qəbrin kənarında tikilən ilkin türbə budur. Bundan sonra kümbəz. Bundan sonra bir dənə də kümbəz var, hansı ki göy rəngində deyilən kümbəzi və bundan sonra üçüncü kümbəzi. Burada üç kümbəz üst-üstədir. Əvvəllər sadəcə bir kümbəz oldu. Əvvəlcə bu gördüyünüz bu qədim türbə, bunun 1000 ilə yaxın yaşı var. Bu burada tikilən ən qədimi olan. Çünki burada naxışlardan da, müəyyən ornamentlərdən də bilinir ki, bu qədim. Bunun qədimliyi də məxsusən bu tikinti zamanı, yenidən qurma zamanı bu belə məsləhət görüldü ki, mütəxəssislər tərəfindən bu qorunub saxlanılsın. Bəli, həqiqətən də tarixin izlərini məhz bu divarlarda görmək mümkündür.